Sual verirlər ki, mən Allaha belə bir dua edirdim. Allahım məni əvvəldən başqa cür yaratmış ol. Və fikirləşirdim ki, Allah hər şeyə qadirdir, istəsə hər şey olar. Lakin sonradan öyrəndim ki, bu Allahdan mümkün olmayan bir şeyi istəmək sayılır və sonradan bu duanı tərk etdim və indi bilmək istəyirəm ki, nə üçün belə etmək olmaz? Yəni belə dua etməyin qadağan olmasının səbəbi nədir? Axı Allah hər şeyə qadirdir. Cavab budur ki, bildiyimiz kimi ümumiyyətlə dua edərkən insan mümkün olanı dua etməlidir. Yəni mümkün olan bir işi dua etməlidir. Bizə görə mümkün olmayan bir şeyi Allahdan istəmək bu duada həddi aşmaq sayılır. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də duada həddi aşmağı qadağan edir. Necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, elə bir dövr gələcək ki, mənim ümmətimdən təmizlikdə və həmçinin də duada həddi aşanlar olacaq. Təmizlikdə həddi aşmaq odur ki, insan həddən artıq vəsvəsələrə qapanması və təmizliklə əlaqəli vəsvəsələrə düşməsidir. Necə ki, bəzi adamlarda bu vəsvəsələr var. Bir yerin təmiz yuduqdan sonra vəsvəsə gəlir ki, bura təmiz olmadı və onu dəfələrlə yuyur. Həmçinin duada da odur ki, mümkün olmayan bir şeyi istəməkdir. Və mümkün olmayan bir şey, yəni sualda da burada qeyd edildiyi, Allahım məni başqa cür yaratmış ol, bu mümkün olmayan bir şeydir. Yəni, Uca Allah artıq səni hal-hazırda olduğun kimi yaradıb. Və əslində bu da sənin üçün xeyirli olan budur. Qədərə iman gətirən insan bilməlidir ki, Allahın onun üçün seçdiyi hal onun üçün ən xeyirli olandır. Və bu da qədərə imanın şərtlərindən biridir ki, yəni insan iman gətirməlidir ki, Allah Taala onun üçün nəyi seçibsə, bu onun üçün xeyirlidir. Və buna görə də Allah Taalaya öz qədəri ilə razı qalmalıdır. Və belə bir dua etmək ilk növbədə duada həddi aşmaqdır, həmçinin bu qədərə sanki etiraz etmək sayılır. Allahın əvvəlcədən yaratdığına etiraz etmək sayılır. Məhz bu cəhətdən belə bir dua etmək doğru deyil.